Qarabağ azərkeşləri üçün xoş olan bir xəbəri sizin nəzərinizə çatdırmaq istəyirəm. Son dəqiqə məlumatıdır. Aldığım məlumata görə Qurban Qurbanovla Elvin Cəfərquliyev arasındakı buzlar əriməyə başlayıb. Əgər Elvin Cəfərquliyev üçün yaxşı, maraqlı, Qarabağa sərfəli təklif olmasa, o zaman o yoluna Qarabağda davam edəcək. Qurban Qurbanov artıq ilkin razılığı verib. Sizcə Elvin Cəfərquliyev Qarabağda qalmalıdır, yoxsa getməlidir? Fikirlərinizi şərhlər bölümündə yazın gəlsin. Dəyərli izləyicilər, bildiyiniz kimi Gülər balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm.